Belə bir qəbul sualına bax. Üçbucağın həddi deyir ki, tərəfləri 12, 15 və 9 olan üçbucağın medianların kəsişmə nöqtəsindən kiçik tərəfə qədər məsafəni tapın. Tərəf 12, 15, 9-dursa, deməli bu düzbucaqlı üçbucaqdır. Katetlər 12 və 9. Deməli hipotenuzumuz da 15-də deyir ki, medianların kəsişmə nöqtəsindən kiçik tərəfə qədər məsafəni tapın. Medianların kəsişmə nöqtəsi burada və buradan kiçik tərəfə qədər məsafəni istəyir. Yəni bizdən istəyir həmin bu məsafəni, medianların kəsişmə nöqtəsindən kiçik tərəfə qədər məsafəni. İndi bu medianlar bir nöqtədə kəsişirsə, əgər medianları uzatsam sona qədər, onda sahəni 6 bərabər yerə bölərdim. Bu şəkildə sahəni 6 bərabər yerə bölərdi düzbucağın sahəsini. Bu sahələrin hamısı bir-birinə bərabər var. Düzbucaqlı üçbucağın sahəsi də 12 vur 9 bölü 2 katetlərin hasilinin yarısı olacaq 54. Sahə 54 isə, sahəni 6 bərabər yerə bölürsə, hər birinə 9, 9, 9, 9 düşür. Onda həmin biz bu medianları sona qədər uzadanda hər hissənin sahəsinə 9 düşürsə, onda bizə lazım olan həmin bu üçbucağın sahəsinə, baxın buradakı üçbucağın sahəsinə deməli 18 düşür. Deməli üçbucağın sahəsi 18-dir, məndən də tərəfə qədər məsafəni istəyirdi. Deməli həmin bu üçbucağın sahəsi var, üçbucağın 9 tərəfinə çəkilmiş hündürlüyünü istəyirdi. 9 tərəfinə çəkilmiş. Onda sahə üçbucaqda bilirik axı 2-də 1 AH-da. Yəni 18 bərabərdir 2-də 1, hansı tərəfə çəkilmiş məsafəni istəyir? 9 tərəfinə qədər. 9 olsun, məsafə də x, yəni hündürlüyü əldə edir. 18-dən 9 x-a gedir 2, x-imiz də olacaq 4. Deməli kiçik tərəfə qədər məsafəmiz 4 alınır.